Hər kəsə salam, hər birinizi mənim kanalımda salamlayıram və bugünkü vloqum 2 ailə üçün 1 aylıq yemək zaqatovkasından başlayıram və hal-hazırda nə aldığımızı göstərəcəm. Bu aldıqlarımızı sadəcə olaraq mən yox, mənim bacım səsləndirəcək. Bunu da qeyd etmək istəyirəm ki, biz sadəcə olaraq 300 manat xərclədik və 300 manat məncə 2 ailə üçün 1 aylıq yemək üçün heç də çox deyil. 150 manatı bu puldan biz xərclədik ət almaq üçün və qalan 150 manatı həm toyu, həm də qalan ərzaqları, tərəvəzləri almaq üçün xərclədik. Bu qədər baxın ərzaq almışıq. Bundan demək olar ki 250-300 manata yaxın biz pul xərclədik. Bunlardan biz 2 ailəlik eləyəcəyik. Ona görə ki, biz bacımızla bu dəfə fikirləşdik ki, ayrı eləməkdənsə hərə bir yerdə tez bazar hamısını hazırlayıb soyuducuya yerləşdirək. Birinci ətlərdən başlayacağıq. Burada biz almışıq sümükləri. Bundan bir 6-7-8 saat qaynamaq şərti ilə bulyon hazırlayacağıq və onları qabları yerləşdirib ayrı-ayrı gündəlik işlətməyə. Bulyon sup üçün ya da nəsə bir padlivka eləyəndə, borş pişirəndə çox gözəl, dadlı olur və sizə də məsləhət görürəm. Dadlı olmaqdan başqa və çox böyük faydası var. Hamımız burada yığışdığımıza görə bugün fikirləşdik ki, axşama da bir qəşəng piti pişirək. Bura biraz qoyun əti aldıq. Bu da bizim ətimiz. İndi bunlar hamısını hissələrə bölüb hazırlayacağıq. Burada biz almışıq toyuq budlarını, qanadlardan marinad edib soyuducuya buzxanaya qoyacağıq və əsas döşəti. Biraz da toyuq içalatı almışıq. Bundan paşet pişirmək istəyirəm. Və tərəvəzlər. Biber, göbələk, soğan və tələm. Emil mənim balaca köməkçiyim. Emil, kömək edirsən mənə? Hə? Akıllı balam. İndi hazırlayaq bizim pitimizi. Bir dənə ət sümüklü ətdən qoyuram. Biraz yağlı ət. Tamam. Ola bilsin ki, pitinin vətəni olan şəkillər bizim pitimizi bəyənmədi. Amma olanımız budur. Yəni bacardığımız budur. Две штуки хватит? Это да. Она сказала, что я хочу сама снимать. Я не хочу уже, я занята, поэтому телефон сам по себе снимает. Хорошо, можно так? Все, остановить нельзя. Поздно. Мама, кто снимает эту хату? Только этот каждый раз кадр впихает тебя. Мой кадр? Всех кадр. А почему воды вы наливаете ему? Чтобы сварить его. Да. Да, чтобы сварить, потом будем кушать еще вкусную вещь. Ты будешь кушать? Да. Şunu kaçak şeyiz.
Pitini qoyduq sobaya. Biz isə davam edirik. Mən burada toyuq qanadlarını yuyuram. Onları indi marinad edib qoyacağam. Bacım isə hələ də əti çeşidləməyə davam edir. Son vaxtlar ən xoşum gələn marinadlardan biri bu duz, istiot və acılı sousdur. Bu acılı sousu ancaq marinad üçün istifadə edirəm və çox tez-tez alıram. Çünki çox tez-tez bitir. Bu marinad eləyəndə özdə qanadları uşaqlar da çox yaxşı yeyir. Elə bir semiçka kimi bir oturumda hamısını yeyib bitirirlər. İndi bunu yaxşı-yaxşı əllə qarışdıracağam və bir paketə qoyub vakuum edəcəm. Və qızlar, bu dəfə unutdum sizə deyim. Bura bir də toyuq üçün ədviyyat əlavə etdim. Çox xoşuma gəlir bu ədviyyat. Tez almışam. İlk dəfədir, amma çox xoşuma gəlir. Bir də ki, qızlar, təzə vakuum aparat almışam. Çox gözəl vakuumirovat eləyir. Bundan qabaq bilirsiniz, almışdım Temudan 15 manata. O heç də yaxşı etmir. Sadəcə olaraq elə bil ki, paketin ağzını yapışdırmaq üçün yaxşıdır, amma vakuum üçün yox. Vakuumu yaxşı etmir, gücü çatmır, amma bu aparat çox gözəl edir. Qızlar, tezə vakuum aldım 30 manata. Baxın, bu daha keyfiyyətlidir. Bacım isə ətlə qutarıb, əti çeşidləyib qutarıb, indi keçib toyuğa. Toyuğun bu ayaqlarını saxlayırıq, onları da marinad edəcəyik, amma yuxarı hissəsi, bu diblərini ətdən ayırırıq, filəyə qatıb farş edəcəyik. Toyuğun ayaq hissəsini bu dəfə başqa cür marinad etdik. Deməli, bura istədiyimiz ədviyyatları qatdıq və smetana əlavə edib smetanada marinad etdik. Çox dadlı olur. Artıq piti biraz bişib və biz də istəyirik ki, baxaq necə olubsa və bura biraz soğan əlavə edəcək və yenə də qoyacaq qaynamağa. Beləcə olaraq soğanı əlavə edirik, yenə də qapaqlarını bağlayıb sobada saxlayırıq. Nə qədər çox qaynasa, o qədər də çox dadlı olacaq. Bacım isə artıq toyuq filəsinə keçib və onları belə kubvari doğrayacaq, paketlərə yığacaq, lazım olanda tez çıxardıb istədiyimiz bir makaron olsun, qreçka, düyü belə bir qarnir üçün əlavə edib qızardırıq ya istəyirsiniz duxovkada etmək olar. Əlavə etmək üçün çox dadlı olur və çox tez alınır. Mal, ainda biscoito. Давай. Это чей? Поднимись, поднимись! Поднимись! Сейчас упадешь и едешь. Я тебя дома. Sen neyi girdin? Niye girdin sen? Çok acı сам. Biz isə getdik yemək yeməyə, çünki piti artıq bişib, stolumuzu da bəzəmişik, uşaqlara verib göndərmişdik, uşaqlar da belə bəzəyiblər və başlayırıq yeməklərimizi yeməyə. Bu arada qızlar, deməli bizim hamamımızın qapısı ilişib qaldı, heç cür aça bilmədik, neynəsək də qaldı bir dənə açar yerini kəsmək və açarı çıxartmaq.
şu kesti onu. Sığ aç da. Prikol. Biraz kaldı da. Хорошо, что там внутри никто не... Biz isə davam edirik. Paştet düzəltdik, belə balaca qablara qoyduq ki, bir porsiya olsun. Julien düzəltdik, belə qablara qoyduq. Mənim sevimli yuvaları düzəltdik toyuq ətindən və bu qədər farşımız qalıb toyuq ətindən və bu qədər də farş qalıb ətdən. Bu isə bibərin içini doldurmuşuq toyuq ətindən. Bura toyuq əti, soğan, biber, kök və biraz da yumru düyü əlavə edirik. Üstündən də pendir vurub bişiririk sobada. Çox dadlı olur. Və başladıq indi bu qızlar sabahsı gündür çünki 6-cı gün bunlar hamısını çatdırmadıq. Biraz başlamışdıq, axşam gec başladıq. Birincisi, ikincisi də yeməyə oturduq. Yeməyə oturandan sonra ağırlaşdıq, davamını etmədik. Saxladıq bazar günə və bacım oturub burada dolma bükür. Mən isə başlamışam evləri biraz yığışdırmağa. Çünki həm qonaqlıq, həm yemək bişirmək dəymişdi bir-birinə. Ona görə bacım dolma bükür, mən isə öz işlərimi görürəm və arada onu çəkirəm. Qızlar, baxın nə qədər dolma oldu. Bir protein dolma oldu. Bu, yəni yadımıza salıram ki, 2 ailə üçündür. Bu isə bu dolmanı bükəndən sonra qalan farşdır. İstəyirəm göstərim ki, sizə toyuq kotletlərini elədik. Deməli, ət kotletləri elədik, üstündə balaca küftəciklər elədik sup üçün. Mən isə laylay qızardılmış badımcandan istəyirəm belə rulet şəklində bunları büküm və içinə nə qoyuram qızlar? Qoz, pendir, şüyüd və smetan. Bunlar hamısını qəşəng-qəşəng qarışdırıram və belə şəkildə, bu şəkildə götürürəm. Badımcanın içinə qoyub badımcanları rulet kimi bükürəm. Çox dadlı oldu qızlar. Sarımsaqla da çox dadlı olur. Sadəcə olaraq biz işə gedirik deyənə sarımsaq yemək olmur hər dəfə. Çox xoşlayıram sarımsaq, soğan, amma ancaq yayda kənddə yeyə bilirəm onları. Ona görə çalışdım ki, sarımsaqsız olsun. Bu isə qızlar artıq birinci gündür işdən gəlmişəm. Özümə yemək qızdırıram. Və indi yemək yeyib, çay içib başlayıram ev işlərimə. Мне нравится, как эта серия сделана. Видимо, нам придется сделать небольшое лирическое отступление. Крошек, ежик, нарисуйте-ка нам вашу заставу. То есть Burada isə çay dəmləyib, biraz çay da içirəm. Bu balaca şokoladı da oğlum mənimlə bölüşüb. Və həmişəki kimi qızlar paltarlardan başlayıram. Bilmirəm sizdə necə, məndə paltar yuyulmayan bir gündə belə yoxdur. Çox yoruluram bu paltar yumaqdan. Amma ki, hələ ki başqa cür mümkün deyil. Bilmirəm, uşaqlar balaca olduğundandır, nədəndir. Hər gün paltar var. Hər gün 2 dəfə ən azı paltar yuyuram qızlar və çətin olsa da bu belədir. Ona görə də paltardan başlayıram ki, tez onları yuyum, sərim ki, qurusunlar. Я хочу так делать. Нет, Почему? ты закрывай. Və həmişəki kimi rakavina dolub qablarla indi isə onlara keçirəm. Onları da yumalıyam.
Və qızlar, keçən videolarımdan birində demişdim ki, hər gün işdən sonra biraz evləri yığışdırırım ki, yeni ilə çatdırım, evlər təmiz olsun. Çox xoşlayıram ki, hər bayramdan qabaq evləri də təmizləyim, evlər də bayrama hazır olsun. Və bu dəfə də elə edirəm və istəyirəm ki, mətbəximdə bəzi şeylərin yerlərini dəyişim, bəzi əşyaların yerlərini dəyişim və indi də gördüyünüz kimi bu sirmədən başlayıram. Buradakı şeyləri yerini istəyirəm dəyişim və bura başqa bir şeylər qoyum. İndi baxaq necə alınacaq. Bura isə qızlar əvvəl tarelkaları belə yığdım. Fikirləşdim ki, belə yaxşı olar. Amma sabahsı gün dəyişdim. Çünki həm burada yaxşı dayanmadılar bu tarelkalar, həm də ki, fikirləşdim ki, bu sirmə üçün bu tarelkalar çox ağır olar və ona görə sabahsı gün həm bacım qızım gəlmişdi, o da mənə köməklik etdi. Bu sirməyə mən deməli termosları yığdım, bəzi belə şeyləri yığdım ki, hansılar ki, çox nadir hallarda işlənilir və bu tarelkaları yenə də yuxarı yığdım, amma həmişəki yerinə yox, biraz başqa yerə qoydum. Burada isə qızlar əvvəl tarelkalarım var idi. Tarelkaları çıxartdım, aşağı qoydum, amma dediyim kimi sonra onların yerini yenə də dəyişdim. Burada isə deməli istədim ki, texnikanı qoyum. Mikserdir, tosterdir, belə bir şeyləri, balaca texnikaları bura qoyum ki, istəyəndə götürüm, buradan istifadə edim. Çünki tosteri də alandan sonra bəzən grilnica deyilər, bəzən toster, onu da alandan sonra yer az oldu. O bayaqki sirmədə saxlayırdım onları, amma indi onlar ora hamısı yerləşmir deyənə istədim yerini dəyişim və burada onlar üçün yer düzəldim. А почему тебе нужна? Belə alındı qızlar, hələ ki belə saxlayacağım. Yenə də gələcəkdə baxaram nəsə mənim üçün biraz narahat olsa götürməyə, istifadə etməyə, yenə də yerini dəyişəcəm. Bura isə mənim belə balaca bir şkaflarımdır, harda ki bakallar, stəkanlar, termoslar, hər bir şey buradadır. Buranı da istəyirəm biraz yığışdırım. Səhmana salım ki, biraz rahat olsun, tez tapım istədiyimi. Gündəlik istifadə edəndə, götürüb qoyanda, kimsə gələndə, qonaqlar gəlib gedəndə, istifadə edəndə tez-tez qoyuruq ki, vaxtımız olmur və buradakı düzən də pozulur. Ona görə arada gərək belə generalini yığışdırasan ki, yerləri tezdən təzələyəsən, rahat olduğu bir istədiyin kimi qoyasan. Və bu şkaflar qaldı qızlar. Burada da bəzi orqanayzerlər, stəkanlar, çaşkalar. Burada da əvvəl belə deyildi. İşlədikcə hər şey qarışıb. İndi istəyirəm buranı da düzəldim. Və bu ədviyyatlar, çay olan şkafla yerin dəyişim. Çaşkaları, bəzi şeyləri bura qoyum. Bunları isə ora qoyum.
Əslində bu qablardan çox şeyləri istəyirəm rayona aparım. Amma gözlərəm ki, evimiz tikilsin. Atmağa həyifim gəlir. Amma bəzi şeyləri əslində dəyişmək istəyirəm. Ona görə gözlərəm ki, evimiz tikilsin. Evimiz tikilib qutarandan sonra çox şey ora aparacağım. Çünki orada da nəsə alınmalıdır. Orada kənd evi olduğundan fikirləşirəm ki, burada istifadə etmədiklərimi ora aparacağım. Bura isə nələrsə yeni bir şeylər alaram. Bu da nəticə qızlar. Beləliklə yığışdırdım, qutardım. Bircə sabahsı gün bu termosları götürdüm, siyirməyə qoydum. Ora isə tarelkaları yığdım. Beləcə alındı. Hələ ki məni qane edir, amma yenə də yəqin ki nələrisə yenə də dəyişəcəm. İstifadə etdikcə görəcəm. Qızlar, bu da bizim hazırladığımız məhsullar. Deməli, bu mənimdir və bacımda da bu qədər. Onun üçün də alındı və sırazu deyim ki, bu qədərini bu iki dənə olmuşdu. Bundan yenə bu qədər olmuşdu. Sadəcə olaraq onu bişirdim. Deməli, kələm dolması, yarpaq dolması 2 dəfəyə. Bu isə nədir? Bu xırda doğranılmış ətdir. Bu belə yuvalar 6 ədəd. Bu xırda doğranılmış toyuq ətidir. Ondan yenə biri var. 2 dənə deməli 2 dəfəyə. Burada julyendir. Julyen hazırlayıb bunun içinə qoymuşuq. Bu marinatda toyuqdur. Bu da marinatda toyuqdur. Sadəcə bu deməli smetanla, ədviyyatlarlandır. Bu isə ədviyyatlar və yandıran belə sos var, onunladır. Bunlar deməli toyuq kotletləridir. Bu deməli ət kotletidir. Bunlar balaca köftələrdir. Bunlar isə bibərin içində. Bu da ondandır. Biber içində yarımçıq bibərin içində toyuq ətindən. Demək olar ki, dolma kimidir. Sadəcə olaraq bunu sobada bişirəcəm. Sonra bu deməli sümüklərdir. Ətdən qalan bu və bu. Bunlar hamısı ətimizdən çıxan sümüklərdir. Bunlar da paştetdir. Balaca belə qablarda dondurmuşam. Çünki bunu çox adam bizdə yemir. Uşaqlar demək olar ki, yemir. Buna görə istəyirəm ki, birini çıxardanda yeyib və qabı toylayaq ki, qalmasın, xarab olmasın. Beləliklə qızlar bu qədər şey bişirdik. Demək olar ki, cəmi biz 6 saat sərf elədik. Çünki 2 qatını eləmişik də, bu mənim üçündür, bu qədər də bacım üçün. Və indi hər gün istirahət edəcəm. Sadəcə olaraq bunları ya tavaya, ya qazana, ya sobaya qoyub bişirmək olur. Bu stolu холодильником aç. Buradakı qızlar sizin və bizim sevimli Aykamızın ad günündən bir parça çəkdim. Çox gözəl keçdi ad günü. Çox super idi hər şey. Aykayda arzu etmək istəyirəm ki, ürəyində nə varsa, hansı arzular varsa həmişə gerçəklənsin. Çox yaxşı qızdır. Allah ona ürəyinə görə versin. Həmişə xoşbəxt, şən və dediyim kimi həyatında nə arzu edirsə hər şey baş versin. Или контента. Давай, да. Angüzləmisi de için. Razi kontent. Genç onu vlog çekir. Bir telefonda ışığı var. Голод. Ad günü isə çox yaxşı keçdi. Qızlar arasında oturduq. Gözəl-gözəl söhbətlər, gözəl-gözəl yeməklər. Vaxt necə keçdisə heç xəbərimiz olmadı. Bir də gördük ki, biz restorandan ən axırıncı çıxdıq, getdik. Akazvitsa biz oturub burada vaxtı hiss eləmirdik. Siz demin, vaxt çox gec olmuşdu. Restoranda heç kim qalmamışdı. Gəlib bizə deyirdilər ki, 1-15 dəqiqəyə restoran bağlanır. Biz də inanmadıq ki, vaxt belə tez uçdu. Dediyim kimi, hər şey çox gözəl keçdi. Həmişə belə gözəl günlər arzu edirəm. Biz mafya oynuyoruz indi.
Baxar görək ki, mafiya çıxacaqsa, yaxşı qapları özümdən götürmüşəm. Как ты делаешь это все? Birinə Да, немножко белее. çox qarışdırıram. Все karıştırırım. А, да, свечка, мне кажется, красивее. Сколько свечек поставить? А это съедобные перья. 18. Да, Альбина. Нет, это теперь несъедобно. Красота. Ləpoda. Əli deyil də deyəsən. Правильно. Yaxşı məsləhətlər verməzsən, yeməyəcəm. Нет, это несъедобно. Оказывается, с кızım akıllıymış. Ой, Альбина. Конечно, несъедобно. Ну, там начало было вкусно. Откуда мне было знать, что это от этого? От углей? А нельзя телевизор включить, чтобы музыка Sənə, здесь была? sənə. Можно. Целый toyuq vermiyorlar. Sen onu şipatele. Sizə isə qızlar təşəkkürümü bildirirəm. Hər birinizə mənimlə sonunacan qaldığınız üçün, videonu sonunacan izlədiyiniz üçün təşəkkürlər. Gələn görüşlərə dək abunə olub və like qoymağı unutmayın. Hayır. Bayaqdan mən gülürüm. Mən Əlbinəyə deyirəm ki, mən elə çəkməmişəm. Bu da bir dənə, bir dilim nəyə